Niyə panik atak zamanı öləcəyimi düşünürəm? Panik atak keçirən insanların çoxu ilk dəfə infarkt keçirdiyini düşünür. Çünki ürək sürətlənir, nəfəs çatmır, əllər titrəyir. Amma əslində bədən səni öldürməyə yox, qorumağa çalışır. Problem budur ki, beynin təhlükəli olmayan bir vəziyyəti təhlükə kimi qəbul edir. Bədən isə buna uyğun reaksiya verir. Panik atak qorxulu hiss oluna bilər, amma bu hiss keçicidir. Sən zəif deyilsən. Əgər sənə bunu deyirlərsə, İnanma. Hətta güclü görünən insanlar belə panik atakın əlində aciz qala bilir. Panik atak səni qorumaq üçün gəlir. Beyin illərlə yığdığını bu formada özündən azad etməyə çalışır. Bu sənin üçün çox ağırdır. Beyin isə əksinə sənə kömək elədiyini düşünür. Onunla baş etmə yollarından ən vacibi isə kontrolu tutub özünü idarə etmək, daha sonra isə nəfəs texnikaları ilə bu hücumu yavaşlatmaqdır. Amma panik ataka gətirən səbəbləri psixoterapiya ilə işləsən, daha tez nəticə əldə eləyə bilərsən. Əgər sən də panik atakdan əziyyət çəkirsənsə, şərhlərdə nəfəs yaz, sənə nəfəs texnikaları videosunu göndərim.